Bir neçə gündür süni intellekt vasitəsilə paytaxtın əsas küçələrində tramvaylar canlandırılır. Hamımız həvəslə baxır, sevinclə qarşılayırıq. Çünki bir vaxtlar həqiqətən də bu ictimai nəqliyyat vasitəsi vardı və sərnişin daşımada istifadə olunurdu. Sonradan paytaxtın inkişaf tendensiyasına uyğun gəlmədiyi və ümumi bir yenidən qurmaya ehtiyac olduğu üçün tramvaylar yığışdırıldı. Xətləri isə söküldü, yəni zərurət görülmədi. Daha sonra şəhər böyüməyə başladı. Tramvay, trolleybusların yeri göründü. Dünyanın ekoloji tələbləri fonunda bu ictimai nəqliyyat vasitələrinin özünə məxsus payı, çəkisi var. Elə Bakı cəmaatının yaddaşında da tramvaylar bir nostalji olaraq qalıb. O vaxt yaxşı idi. Maşınlar az idi, tramvaylar qəşəng idi, yəni ki çox idi. Həm də ki ucuzdur. Avtobuslardan ucuz idi tramvay. Tramvay o vaxt 4 qəpik idi. Neçə yaşınız var? 33. Bakıda tramvayları xatırlayırsınız? Bəli. Tofiq Bəhramov stadionunda futbollar keçiriləndə burada deməli Süleyman Rüstəm və Süleyman Rəhimov küçəsinin kəsişməsində tramvay keçirdi. Eşitmişəm Bakıya qayıdacağı barəsində. Bu çox gözəl bir fikirdir. Çox gözəl olardı. Təbii nostaljisi də var, elə rahatlığı da olar. Mənə elə gəlir tıxaclar da bir balaca azalardı. Gənc nəslin nümayəndələri isə tramvayı xatırlamırlar. Yalnız şəkillərdə ya da köhnə video materiallarda görüblər. Tramvayları xatırlamırsınız yəqin ki? Yox, amma görmək istəyərdim. Mən də görmək istəyərdim. Bəs geri dönməyə hazırlaşan tramvayları şəhərimizin hansı küçələrində görə biləcəyik? Bir zamanlar Bakı küçələrini bəzəyən tramvaylar Mehdiabaddan Binəqədi kəndini keçməklə Azadlıq prospekti boyu 28 may metro stansiyasının yanına kimi gələcək. 28 may metro stansiyasının yanından isə Füzuli küçəsinə doğru dönüb Səməd Vurğun küçəsi ilə geri qayıdacaq. Ekspertlər deyirlər ki, tramvayların yenidən şəhər həyatına dinamika qatması ilk növbədə ictimai nəqliyyat vasitələrinə marağı və tələbatı artırmağı hədəfləyib. Bu da sıxlığın və tıxacın minimuma endirilməsi üçündür. Tramvay o istiqamətdə tikiləcək ki, harda ki bizdə nə dəmir yolu var, nə metro var və mövcud avtobuslar sərnişin axının demək daha böyük olan ərazilərə yetişmir və burada relsli növlərə ehtiyac var. Yüngül relsli tramvay çəkilməsi nəzərdə tutulub. Tramvay xətləri keçən ərazilərdə infrastrukturun sürətli inkişafı da qaçılmazdır. Həmçinin daha çox sərnişinin mənzil başına çatmasını təmin edəcək. Məsələn, 2 vaqonlu tramvay bir dəfəyə 300 nəfərə qədər sərnişin daşıya bilir. Tramvayın üstünlüyü digər nəqliyyat növlərindən daha uzun müddətli istismar, eyni anda daha çox sərnişinin daşıma imkanı və havaya bağlı olmamasıdır. Yəni istənilən hava şəraitində fəaliyyət göstərə bilir. Bakı üçün bu çox da yad bir nəqliyyat növü deyil. Çünki Bakının ilk ictimai nəqliyyatı məhz Atlı Konkadan sonra tramvaya keçib. Qeyd edək ki, bir vaxtlar paytaxtın əsas ictimai nəqliyyat vasitələrindən biri olan tramvaylar fəaliyyətini 2000-ci illərin əvvəlində dayandırıb. Günlar İlqar qızı, Zaur Həşimov, Telesəhər.